Sultan Animasiya Studiyası təqdim edir. Balaş 9. bölüm. İsrafçılıq eləmə. Yenə işığı yanılı qoydu. Sabahın xeyir nənə. Sabahın xeyir balaş. Nuş olsun. Çox sağ ol. Yine de ışığı yandırdı. Aa, tutuquşu. Hə, Balaş, onu sənin üçün almışam. Hoş geldin, hoş geldin. O danışa da bilir. Tembel yine yatır. Şimdi uyatarım. Dostum, sabahın hayır, sabahın hayır, sabahın hayır. Sabahın xeyir. Dostum, suyu bağla, suyu bağla, suyu bağla. Aa, Dostum, ışığı söndür, ışığı söndür, ışığı söndür. Suyu bağla, ışığı söndür, suyu bağla. Suyu bağla, ışığı söndür, suyu bağla, ışığı söndür. of, söndürdüm. Suyu bağla, ışığı söndür. Baba, mən bu quşu sənə qaytarmaq istəyirəm. Niyə? Mənə deyir ki, suyu bağla, işığı söndür. Düz deyir də, Balaş. Bilirsən, yer üzündə olan suyun cəmi 2,5% şirin sudur. Şirin su məhduddur, tükənə bilər. Susuz həyat yoxdur. Odur ki, suyu boşuna axıtmaq olmaz. Bu elektrik enerjisinə də aiddir. Tanış mənzərədir. Lampa yanır, amma otaqda heç kim yoxdur. Deyəcəksən, bir lampa ilə nə olacaq ki, baba? Amma yer üzündə gör nə qədər adam yaşayır. Hərəsi bir işığı söndürməyi unutsa bilirsən nə olar? Yüzlərlə elektrostansiyanın verdiyi elektrik enerjisi tükənər. İstifadə eləmədiyin cihazları söndürməyi unutma, Balaş. Axı bunu eləmək çox asandır. Bunu da sənin üçün alaq. Artıq işıqları söndürüb qənaət etdiyim pula.